İslam, yəni ilahi məarif, Allah Taala'nın qoyduğu qayda, qanun ki, insan ona tabe olmalıdır və o qanun əsasında yaşamalıdır. O insanı birinci növbədə insana çatdırır ki, sən ali bir hədəf üçün yaranmısan. Yəni səndə olan istedad, potensial yalnız elə maddi qəlbində, öz ürəyində, öz qəlbində, öz ruhunda, öz nəfsində olan sırf maddi nemətlərə olan, maddi ləzzətlərə olan o istəkləri, o şəhvətləri təmin etməkdən ibarət deyil. Amma Qərb məktəbi yalnız bunu deyir. Yəni insanda başqa ilahi bir istedadı tərif eləmir insan üçün, göstərmir insan üçün. Odur ki, bu əsas, yəni ayrı məktəbi, iki məktəbi ayıran bir nöqtədir. Düzdür, İslamda həmçinin yəni Haqq Taala və ilahi məarif hamısı gəlib, orada biz eyni məsələn Qərb məktəbindəki kimi bunu tapırıq ki, insan məxluqatın üstünüdür. Bəli. Amma insan mehvər deyil. Diqqət edirsiniz? Allah mehvərdir. Təvhid məktəbində Allah mehvərdir. Amma onlarda nədir? Sırf insan mehvər. Yəni son sözü, son istəyi insan nə istəsə odur. Nə iradə eləsə odur. Yəni onun üzərində mübarizə aparmağa dəyər, çalışar. Amma üçün Allah Taala insanı ən ali hədəf üçün yaradıbdır. O ali hədəfə çatmaq üçün insana yaşam tərzini göstərir. Yəni insanın ilahi yaşam tərzi dedikdə sırf dünyada məsələn müvəqqəti maddi ləzzətlərdən istifadə edərək bir ömrü keçirəcək bir yol deyil ilahi yaşam tərzi. Bəlkə bir hədəf var. O ali hədəfə çatmaq üçün insanı yönləndirir, insana göstəriş verir. Hətta ibadətlər belə, ilahi göstərişlərə namaz, oruc, bu fərdi ibadətlər belə bu cür deyil ki, insanın yalnız öz həyatında iz buraxmış olsun bu ibadətlər. Xeyr, o ali hədəf ki deyirik, Allah Teala istəyir varlıq aləmində, yer üzündə İslam sivilizasiyası, yəni toplum olaraq Allah Taala'nın hətta insanı fərdi şəkildə vacib etdiyi fərdi ibadətlər, namaz olsun, oruc olsun, hər bir şəxsin bir fərdi ibadətlərdir. Hətta onlardan da məqsədi insanı düzəltməkdən, insanı islah eləməkdən, insanı kamilləşdirməkdən məqsədi bundan bitmir. Bəlkə bu insanın fərdi namazı, orucu, ibadəti cəmiyyətə təsiri var. Bütün varlıq aləminə təsiri var. Bunlar hamısı bir-birindən əlaqəlidir. Ta ki o toplum şəkildə insanlar Allaha tərəf seyr eləsinlər. İslam sivilizasiyasının sayəsində. Diqqət edirsiniz? Bu mərhələ-mərhələdir. O rəhbər müəzzəm o inqilabın, İslam inqilabının 40 illiyində ki bəyaniyyə veribdi. Orada çox gözəl şərh eləyir. İslamın hədəfi nədir? İnqilabın hədəfi nədir? Biz istəyirik nə edək? Nə iş görək? Orada mərhələ-mərhələ bəyan edir. Birinci növbədə, bəli, İslamın nəzəri budur ki, insan özünü düzəltməlidir. Yəni, o ən ali hədəfə çatmaq üçün, İslam sivilizasiyasına çatmaq üçün, o keçən söhbətlərimizdə biz deyirdik o ailə məsələsi barəsində. Yəni, sağlam ailə İslam sivilizasiyasının təməlini qoyur. Sağlam ailə olmaq üçün də təbii ki, sağlam fərdlər yetişməlidir. Yəni, İslam tam buradan başlayır. Sözümün canı budur ki, hətta İslamda o göstərişlər, vacibat, ya haramdan çəkinmək, şəriətin hökmləri ki, bir qismi fərdi ibadətlər hesab olunur. Bu, Allah Taala'nın nəzərində bunları insana vacib eləməkdə bu cür deyil ki, bunların təsiri insan həyatında elə xülasələşsin. Yox, insan ictimai bir varlıqdır. Bəlkə bu insan fərdi ibadətinlə İslamın o sivilizasiyasının toplum şəkildə İslam yer üzündə ilahi hakimiyyətin, bəndələr üçün ilahi həyat tərzini yaşamaq üçün qurulan bir sistemə insanın fərdi ibadətlərinin təsiri var. Bunlar hamısı bir-birindən
mərtəbəlidir, mərtəbəlidir. Gərək birinci növbədə sağlam insanlar, mühəzzəb, paklanmış insanlar, nəfsini islah etmiş insanlar, Allahla qəlbi rabitəsi kamil olmuş insanlar, Rəbbani insanlar gərək yer üzündə ola ki, sağlam ailə və cəmiyyət, o rəhbər müəzzəm o inqilabın ikinci addımı da olan o bəyaniyəsindən orada çox gözəl bəyan edir. Hətta digər söhbətlərində əziz rəhbər buyurur ki, deyir, mən indiyənə kimi nə qədər söhbətlər eləyirəm, nə qədər məsələn cəmiyyətdə kimin vəzifəsi nədir, məsələn iqtisadiyyat bilənin vəzifəsi nədir, nə bilim fəhlənin vəzifəsi nədir, müdirin vəzifəsi nədir, tələbənin vəzifəsi nədir, bunları bəyan eləyirəm. Da bunları gərək hər kəs mənim öz sözümdən çıxarış elə öz vəzifəsini bilə. Da mən onlardan gedib çox da tələb eləmirəm. Amma buyurur ki, mən bu bəyaniyənin üstündə çox zəhmət çəkmişəm. Mən bunu bütün cəmiyyətin bütün təbəqələrindən tələb eləyirəm. Yəni çox mühümdür. Orada bəyan eləyir ki, İslamın hədəfi, bizim bu inqilabın hədəfi budur ki, əvvəl mərhələdə şərait yaratmalıdır ki, insanlar, sağlam insanlar, yəni ruhi baxımdan nəfsani o təhsib nəfs eləyən insanlar, pak insanlar yetişməlidir. Qəlbi rabitəsi Allahla kamil olan insanlar yetişməlidir. Növbəti mərhələdə cəmiyyət düzəlməlidir. Belə insanlar yəni yetişməsə, yəni bu onun fundamentidir. Bu məsələlər hamısı fundamentaldır. Bu fərdi ibadətlərin o ən ali İslam sivilizasiyasının vücuda gəlməyində təsiri var. Düzdür ki, deyəm ki, mənim nə aidiyyatı var, mən öz şəxsi ibadətim. Xeyr. Biz əgər ilahi yaşam tərzini istəyirik tapaq, Allaha əbd olmaq istəyiriksə, Allahın göstərişi bu cürdür. Hər bir şəxs məsuldur. Təsiri var cəmiyyətə.